Xəzər dənizinin Nabran sahillərində hər yay təkrarlanan bir mənzərə artıq adiləşib. Dəniz kənarında dincəlməli, çimərlikdə günəşlənməli insanların yerini iri buynuzlu heyvanlar tutub. Bizim medianın çəkiliş qrupu bu yay mövsümündə də Nabran sahillərində eyni vəziyyətin şahidi olub. Heyvanlar çimərlik ərazisində sərbəst hərəkət edir, kölgəliklərin, bisetkaların yanında uzanır və qum zolağı boyunca hərəkət edirlər. Mənzərə isə hər il təkrar olunur. Bu azmış kimi çimərlikdə antisantar vəziyyət də diqqət çəkir. Sahil boyu qum üzərində görünən tullantılar və onların təmizlənməməsi Nabran kimi turizm potensialı yüksək olan bir istirahət məkanının imicinə mənfi təsir göstərir. Biz hazırda Xəzər dənizinin Xaçmaz ərazisindəki məşhur Nabran çimərliyinin ərazisindəyik. Bizdən arxada görürsünüz, heyvanlar səpələnib Xəzər dənizinin Nabran çimərliyi boyunca. Biz bu mənzərəni bir neçə dəfə müşahidə etmişik, əvvəlki illərdə də həmişə müşahidə eləmişik. Yay mövsümündə, çimərlik mövsümündə insanlarla birgə heyvanlar da burada yer alır. Bu heyvanların sahibləri ümumiyyətlə əlaqədar təşkilatlar hansı səbəbdən göz yumur ki, bu çimərlikdə heyvanlar belə məskən salıb. Axı burada insanlar da dincəlir, insanlar da Xəzər dənizindən, dəniz suyundan istifadə edir. Acınacaqlı və təsvir edici mənzərədir bu. Sovet dövründən Azərbaycanın ən məşhur istirahət məkanı kimi tanınan Nabran çimərliklərində heyvanların nəzarətsiz buraxılması yeni problem deyil. Məsələdən aidiyyatı qurumlar da xəbərdardır. Xaçmaz İcra Hakimiyyəti başçısının Nabran İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Budaq Əliyevin sözlərinə görə heyvanların sahilə buraxılması ilə bağlı məsələ dəfələrlə qaldırılıb. Heyvanları çimərlik ərazilərinə nəzarətsiz buraxan keçmiş məcburi köçkünlərdir. Heyvan sahibləri barədə inzibati tədbirlər görülüb, xəbərdarlıqlar edilib. Hazırda heyvanların əkin sahələrinə vurduğu ziyanla bağlı məhkəmə prosesi də davam edir. Bununla belə görülən tədbirlər problemi tam aradan qaldırmayıb və hər yay eyni mənzərə yenidən təkrarlanır. İllərdir davam edən bu problemin həlli üçün təkcə xəbərdarlıq və cərimələrin kifayət edib etmədiyi də sual doğurur. Turizm mövsümünün qızğın vaxtında Azərbaycanın tanınmış istirahət məkanlarından biri olan Nabranın çimərliklərində bu problemin həlli üçün daha ciddi nəzarətə ehtiyac var. Aytəkin Alxaslı, İntiqam İbrahimov, Bizim Media, Şimal Bürosu.